Axşamınız xeyir, hörmətli qonaqlar, dəyərli dostlar. Ləzgi xalqının böyük oğlu, Dağıstan xalq şairi Süleyman Stalskinin 150 illik yubileyində xoş gördük sizləri. Köz inç avan xeyrar xuray, xalq dinç al xüzvay, adam medeniyet dal damaq savay, igrami vatan ehliyar. Qeni mərakətiz, kün aturay, rağ aturay. Sevindirici haldır ki, bugünkü təntənəli gecəmizdə tanınmış ziyalılar, qələm sahibləri, ləzgi ictimaiyyətin ziyalıları da iştirak edirlər. Çünki Allah ki, qeni mərakət küviridən rikayjədə. Stal Süleymana şiiri ki, xiyalri samili havağıda. Tədbirimizə Suvar ansamblı rəng qatacaq. Zaur Musayev başda olmaqla musiqiçilərimiz bugün bizə ləzgi xalq melodiyalarını canlandıracaqlar. İfaçılarımız Süleyman Stalskinin ən çox sevdiyi ləzgi xalq mahnılarını ifa edəcəklər. Примечательно, что на сегодняшнем нашем вечере присутствует всеми нами любимый писатель, заместитель председателя Союза писателей Азербайджана Чингиз Абдуллаев. С великим удовольствием предоставляем ему слово. Sağ olun. Azərbaycan dilini təbii bilirəm, biraz Rus dilini də bilirəm. Ümumiyyətlə 5-6 dildə danışa bilirəm, amma ləzgi dilini bilmirəm. Danışa bilmirəm, üzr istəyirəm. Və təbii mən bugün bura gəlməliydim. Mənə deyəndə doğrudan da bugün 4 tədbir var və şəhərin müxtəlif yerlərində tədbirlər var. Amma mən bilirdim və biz yazıcılar ittifaqında da hesab eləyirdik ki, bu yubiley belədir ki, mütləq bizdən katib gəlməli. Bugün dedilər, sədr müavin bizdə yoxdur belə vəzifə, katiblər və mütləq gəlməlidir bura və təbrik eləməlidir sizi, hamınızı, özümüzü də ona görə ki, Süleyman Stalskini biz həqiqətən hesab eləyirik. Nəinki ləzgi şairi, o Azərbaycan da böyük şairi olub və bilirsiniz ki, Azərbaycan və ləzgi dillərdə yazırdı və öz fəaliyyətini burada Nobel buroqlarda başlamışdı, lap balaca oğlan olanda. Bugün indi xatırlayırlar, bunu çox adam bilir ki, Gorki vaxtı ilə onu Homer adlandırırdı, 20-ci əsrin Homeri adlandırırdı. Deyirlər, əfsanələr gezir ki, o deyir, minlərlə öz şeirini əzbər bilirdi və deyə bilərdi. Mən bura gələndə fikirləşdim ki, mən axı nüsiyyətdə olmuşam Mirzə İbrahimovla, Süleyman Rustamla, Osman Sarıvəlli ilə. Onlar çox yaxşı tanıyırdılar, çox sonu ilə görüşürdü qurultaylarda, 37-ci ildə getmişdi. Amma o vaxt bunlar, bu cavan yazıcılar var idi. Əslində çox belə yaşlı insan olmayıb. 68 yaş nədir ki, bu dünyanı dəyişdi. Amma vaxtı ilə bizim dahi şairimiz Səməd Vurğun indi cavanlara deyəndə onu baxırlar, onun şəkillərinə fikirləşirlər ki, indi neçə yaşı olub, çox qoca olub. Əslində çox adam bilmir ki, o 50 yaşında dünyanı dəyişib və axırıncı 1-2 il çox ağır xəstə idi. Yəni, nə yazmışdı 48 yaşınacan, indi başa düşürsən ki, cavan oğlan olub. Amma buna baxmayaraq, Azərbaycanda mən inanmıram ki, bir adam tapılsın, hansı dildə oxuyubsa, tafot yoxdur, bilməsin Səməd Vurğun kimdir. Belə Dağıstanda da inanmıram ki, tapılsın insanlar ki, bilməsirlər Süleyman Stalski kimdir. Görürüz, 150 il keçib, kasıb bir şair olub. Çox da imkanı olmayıb. Düzdür, indi Gorki onu çox tərifləyirdi. Bilirik ki, ağır həyatı olub. Bax, indi göstərirlər, deyir, gezirəm, heç evim olmayıb. Təbii, indi 17-dən, 18-dən, 20-ci ildən sonra evi oldu. Amma çətin idi və 37-ci ildə bu dünyanı dəyişdi. Buna baxmayaraq, nəinki burada çox yerlərdə yığışıb o şairi yadı salırlar. Əsl şairlər ölmür, bunu çox adam deyir. Amma əsl şairlər, bu mənim sözlərimdir, mənim kitabımdan. Əsl şair, əsl yazıcı xalqın əbədiyyətdə vəkilidir. Əsl yazıcı xalqı təmsil eləyir 100, 500, 1000 ildən sonra da. Mən həmişə bu misalları deyirəm və həmişə də fikirləşirəm ki, haqlı deyirəm. Nizaminin qəbrinə indi də gəlib o mavzaleyinə baş əyirlər. Görürüz, 1000 ildə
nə qədər dəstələr keçib, padişahlar olub, üzr istəyirəm, birinci katiblər, icra hakimləri olub. Amma buna baxmayaraq heç kəsin izi tozu qalmayıb. Nizami isə qalıb hələ 1000 ildə qalacaq. Mən Kərbəlada olmuşam, Füzulinin qəbrində. 1000 ildən sonra İmam Əlini, İmam Hüseyni qətlə gətirəndən sonra gəlib Füzulini orada dəfn eləyiblər. Görürsünüz necə hörmətlə şairə yanaşıblar 1000 ildən sonra və 500 ildə keçib onu indiyəcən xatırlayırlar. 3 dildə yazırdı, Fərs, Arab və Türk dillərində. Amma buna baxmayaraq təbii biz deyirik, bu böyük bizim şairimiz və haqlı da deyirik. Süleyman Stalski 2 dildə yazırdı. Təbii ki, əsas dili lezgi dili idi və burada yazılıb Dağıstanın xalq şairi. Yaxşı ki, çatdırdılar, ona görə ki, çox adam da bunu bilmir. Əslində bu adı aldı 65 yaşında. 3 ildən sonra bu dünyanı dəyişdi. Amma buna baxmayaraq görürüz nə qədər insan bugün yığışıb, görürüz bu kinolar çəkilir, görürüz biz bugün şairi xatırlayırıq. Gənə deyirəm, şairlər gedmir, şairlərin sözləri, kitabları əbədi qalır. Əgər o əsl şairdursa, o insanların ürəyində qalır. Əgər şair döyürsə, heç yaşayanda da qonşuları tanımır, deyirlər, yazır da. Və maraqlıdır ki, Wikipediyada ümumiyyətcə milyard adamdan hər şey yazılır, onların bioqrafiyası, onların yazırlar necə yaşayıblər, yaradıcılığı. Amma çox maraqlıdır ki, Süleyman Stalski ilə kim baxa bilər, telefonla da baxa bilərsə sonra orada yazıblar əfsanələr Süleyman Stalski'dən. Bir Anarun bir əfsanəsi var, o oxşayır bu əfsanəyə. Deyirlər, orada yazılıb Süleyman Stalski uzanmışdı və yuxarıda, evin yuxarısında, çardaqdan biraz da yuxarı gəldi, yoldaşı dedi ki, xanımı gəldi, dedi, mən deyir, xıngal hazırlamışam düşkünə. Neysə deyir, fikirləşə, uzanıb fikirləşə. İkinci dəfə gəldi ki, xıngal soyuyur, gəl də gənə. Üçüncü dəfə hissənib qaldırdı xıngalı ora. Süleyman ona deyir, yaxşı nə gətirmirsən, başa düşmürsən ki, mən işləyirəm. Deyir, sən nə işləyirsən, axı uzanmışsan, heç nə eləmirsən, hələ deyir, mən işləyirəm də. Anarın bir hekayəsi var ki, insan keçəndə görür, qonşu keçəndə görür ki, bir adam işləyir, neysə eləyir. Deyir, sən nə eləyirsən, şair dostumuz? Mən deyir, dincəlirəm, mən indi ağacları əkib dincəlirəm. Sonra keçəndə ikinci gün gördü ki, uzanıb qamaqda neysə baxır göyə. Deyir, şair, sən indi dincəlirsən? Yox, deyir, mən indi işləyirəm. Əsl deyir, indi işləyirəm. Şairlərin işləməyi, yaşamağı, həyatı çox maraqlı olur. Amma yalnız onlar qalır, kim insanların ürəyində qala bilər. Süleyman Stalski belə insanlardan biri idi. Mən sizi təbrik eləyirəm ki, siz bura bugün hamımız yığışmışıq. Siz gəlmişsiniz bura şairə görə. Siz bura gəlmişsiniz onun şeirinə görə. Və ona görə də sizi də, özümü də mən təbrik eləyirəm. Sağ olun. İndi sözü Samur Milli Mədəni Mərkəzinin sədri İmran Rızayeva veririk. Sizi belə gözəl məclisdə görməyimə çox şadam. Söz nəhəng xeyirxuy, söz qısa istirahət arzuyda. Mən şair haqqında çox danışa bilmərəm, çünki mən ədəbiyyatçı deyiləm. Yəni ki, biz hazırladığımız proqramın içində həm iştirakçılar, həm proqramın aparıcı əsas yazdığı Sədaqət Kərimova ətraflı məlumat verəcək. Mən bildirmək istəyirəm ki, bizim bu tədbiri keçirməyimizə dəstək verən hörmətli prezidentimiz, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevə, bizə daimə köməklik göstərən Mədəniyyət Naziri Əbülfəz Qarayeva və onun işçilərinə, bizləri sevənlərin hər birinə öz minnətdarlığımı bildirirəm. Sizlərə də yalnız iştirakınıza görə yox, bu gözəl günə münasibət bildirinizə görə və bu gözəl gündə iştirakınıza görə hər birinizə ayrı-ayrılıqda minnətdarlıq bildirirəm. Bugün bizdə məclisdə həm Azərbaycanda yaşayan ziyalılar, həm bizim Qısa rayonun nümayəndələri, həm bizim böyük alimlərimiz, həm bizim hörmətli deputatımız, ağsaqqalımız Kəmal Abdullayev iştirak edir. Yəni bu özü gözəllikdir ki, bu gözəllikdə belə adlı sanlı ləzgilər iştirak edirlər. Mən sizə uğurlu gecə arzulayıram.
yaxşı gecə arzulayıram. Arzulayıram ki, belə tədbirlərdə həmişə iştirakçı olasınız. Слово для приветствия предоставляется советнику представителя Дагестана в Республике Азербайджан Людмиле Казиевой. Добрый вечер. Я рада разделить с вами сегодняшнее торжество по случаю юбилейной даты 150-летия поистине народного поэта Дагестана Сулеймана Стальского. Поэзия Сулеймана Стальского занимает особое место в устном поэтическом творчестве Дагестана. И поэтому на родине прошли на высоком уровне юбилейные торжества в городе Махачкале, Дербенте, Каспийске, Маграмкентском районе, в Сулеймано-Стальском районе и в Московском Доме национальности. Чем дальше мы стоим от времени, когда жил и писал свои стихи Сулейман Стальский, тем актуальнее на сегодня становятся его стихи, и тем ближе к нам становится сам поэт. В своих стихах Сулейман Стальский клеймил пороки, зло и недостатки общества человеческой природы. Но он всегда стоял на страже и защите интересов простого человека. И поэтому его стихи очень долго любимы и широкими массами. И до сегодняшнего дня почитают его великим поэтом. Сулейман Стальский прожил большую и плодотворную жизнь и оставил нам о себе светлую память. Сейчас я с удовольствием хочу предоставить слово режиссеру сегодняшнего вечера, писателю-журналисту Садагет Керимовой. Она расскажет нам о жизни и творчестве поэта. Can juvambur, xayic ala ükün al kotxanvay, xayic alal qiymeti ziksvay, çi poeziya dal rik alay juvambur. Çiz muhman aravalıhuz, kina ruxsat qayıda Azərbaycan çalalar xada. Hər il Mahaçqala şəhərində may ayının 18-də gözəl bir tədbir keçirilir. Dənizkənarı parkda Süleyman Stalskinin büstünün önündə insanlar toplaşır. Onun poeziyasının vurğunları, müxtəlif yaşlardan olan insanlar, cavanlar, yaşlılar ona el məhəbbətini ishar edirlər. Necə ishar edirlər? Onun şeirlərini əzbərdən deməklə. Həmin gün şairin doğulduğu Süleyman Stalski rayonunda da və onun doğma Stal kəndində də insanlar onun şeirlərini əzbərdən deyirlər. Bu ənənə uzun illərdir davam edir. Elə bir ləzgi tapmazsınız ki, Süleyman Stalskinin heç olmasa bir şeirini əzbərdən deməsin. Bilirsiniz, Dağıstan çox qəribə bir ölkədir. Qəribə bir respublikadır. Burada ayrı-ayrı vilayətlər var ki, ayrı-ayrı sənətkarları ilə məşğuldur. Misal üçün, Balxar deyəndə biz duluzçuları nəzərdə tuturuq. Tabasaran deyən kimi xalçıçılar göz önündə canlanır. Qubaçı deyən kimi zərgərlər göz önünə gəlir. Orada bir yerdə var ki, onun adı çəkilən kimi şairlər məmləkəti yada düşür. Bura Qasımxür rayonudur. Əvvəllər oranı Kürə mahalı adlandırırdılar. Sonra Qasımxür, indi də bizim böyük şairimiz Süleyman Stalskinin adı ilə həmin yer Süleyman Stalski rayonu adlanır. Bura çox qəribə yeridir. Elə bir ev olmaz ki, oradan bir şair yetişməsin. Başqa xalqların şairləri hamısı deyir. Bütün şairlər həmin yerdən yetişib. Bizim ulu yetim eminimiz həmin torpağın bulağından su içib. Kürə Məlik, Ruxun Əli, Həsən Alqadarvi, Əli bəy Fəttahov, hamısı həmin torpağın yetirmələridir və Süleyman Stalski də. Bu yer yalnız şairlər yetişdirməyib, həm də şeirə, sənətə qiymət verən adamlar diyarıdır. Təsadüfi deyil ki, həmin rayonun rəhbəri filologiya elmləri namizədi və şeirə qiymət verən, şeirin qədrini bilən bir insandır. Bu nəinki Azərbaycan üçün, başqa respublikalar üçün, o cümlədən dünya üçün bir nümunə olan bir rayondur. Burada hər gün rəsmi və qeyri-rəsmi idarələr iş gününə bilirsiniz nə ilə başlayırlar? Şeir oxumaqla və mütləq Süleyman Stalskinin şeirlərini oxumaqla. Bu gözəl ənənə hər yerdə yayılıb. Süleyman Stalski həmin torpağın yetirməsidir. Nə idi Süleyman Stalskiyə el məhəbbətini qazandıran?
Nə idi insanları ona bu qədər bağlayan? Axı şairlər çox yetişib. Nəyə görə bütün Dağıstanda bir şəxsiyyət kimi, bir şair kimi hamıdan yuxarıda dayana bildi və ilk dəfə xalq şairi adına o layiq görüldü. Allah ona bədahətən şeir demək istedadı vermişdi. Bu, universitetləri bitirməmiş, ali təhsil almamış, hətta orta savadı olmayan insana Allah o cür müdriklik, o cür gözəl söz demək qabiliyyəti vermişdi ki, sözü almaz kimi cilalayırdı və onun şeirləri dildən dilə yayılırdı. Xalq onu çox gözəl qəbul eləyirdi. Cavan yaşından şair olmayıb Süleyman Stalski. Onu ağır həyatı, çətin güzəranı şair edib. Hələ doğulmamış, taleyi ona bir amansız dərs hazırlamışdı. O, hələ ana bətnindəykən atası anasının talağını vermişdi və özünə təzə arvad almışdı. Süleyman doğulanda dayısı onu anasının əlindən zorla alıb atasının qapısı ağzına attırmışdı. Ata da uşağa gözünün ucu ilə də baxmamışdı. Uşağın zar-zar ağladığını görən qonşu qadının yazığı gəlib onu öz evinə apdı. Çünki qadın öz körpəsini yenicə itirmişdi və o uşağı saxlayır. Bu saxlamaqla 7 il həmin qadının evində böyüyür Süleyman. Günlərin bir günü ata görür ki, qonşuluqda bir oğlan uşağı gəzişir. Deyir, oh, bu kimdir? Bu Süleymandır da, sənin oğlundur, deyir. Nə yaxşı, mənə yaxşı köməkçi oldu və gətirir ata öz evinə. Lakin ögey ana olan evdə, daha 6 körpənin olduğu evdə Süleyman heç bir nəvaziş görmür. Bir də onda ayılır ki, atasını da itirdi. Ağır xəstəlikdən ata dünyasını dəyişir və Süleyman muzdur kimi özgə qapılarında qulluq eləməyə başlayır. 13 yaşına çatanda kəndi tərk edir, Dərbəndə gəlir. Bir varlının qapısında işləyir. Onun bir dənə arzusu olub ki, tez böyüyüm, mən bu Stal kəndindən uzaqlaşım, xoşbəxtliyimi uzaqlarda axtarım. Ona elə gəlirdi ki, buradan çıxan kimi hardasa o bəxt onun üzünə güləcək və həmin bəxtin sorağı ilə o gedir. Əvvəl Gəncəyə gəlir, orada biyan istehsal olunan plantasiyalarda çalışır. O vaxt ingilislərin plantasiyaları var idi. Orada da ağır şəraitə davam gətirə bilmir. Taleyi onu Səmərqəndə aparır. Bakıda neft mədənlərində çalışır. Burada da ağır güzəran, qarın ac, əyin paltarsız, zülümlə dolanan şairin bir təsəllisi olur ki, Bakıda heç olmasa ədəbi mühit, şeir, sənət dünyası onu cəlb edir və uzun illər saxlayır onu Bakıda. Günlərin bir günü ayılır ki, 30 yaşı tamam olub və hiss edir ki, nəsə çatışmır. Və başa düşür ki, xoşbəxtlik uzaqlarda axtarmaq o qədər də düzgün deyil. Xoşbəxtlik yalnız sənin doğulduğun yerdə, sənin dünyaya göz açdığın yerdə, sənin doğmalarının əhatəsində ola bilər. Və yenə də cibi boş qayıdır Stal kəndinə. Bu dəfə onu bütün kənd cəmaatı qarşılayır. Həmin gün Süleyman görür həm kəndlilərinin sevincini və kövrəlir. Birdən kövrəlliyin içindən bunun şeir bulağı qaynayır və həm yerlilərinin qarşısında ilk dəfə şeir deyir və hamı məhtəl-məhtəl baxır ki, nə gözəl şeirdir. Və bu şeir başqalarının dediyi məhəbbət şeirlərinə, lirik şeirlərə oxşamırdı. İnsanların çətin güzəranından söhbət açan şeirlərlə dillənir və o saat xalqın ürəyində özünə yer tapa bilir. Özü kimi yetim Mariyat adlı bir qıza gönlü düşür. Kənd ağsaqqalları yığışıb Süleymana toy edirlər və orada binə qurur. Onun şeirləri qəzetlərdə görsənməyə başladı. Sonrağa yayıldı Dağıstana. 1934-cü ilin avqust ayının 7-sində onu nümayəndə seçən SSR yazıçılarının birinci qurultayına buna heç kəs təəccüblənmədi. Çünki artıq Süleyman Stalski tanınmış bir şair idi və 2 dildə söz deyən, 2 dildə şeirlər yazan. O vaxt 1926-cı ildə Dağıstanda Azərbaycan dilində Dağıstan Füqarası adlı qəzet çap olunurdu. Və o qəzetdə başqa yerlərdə ləzgicə şeirlər çap elətdirən Süleyman Stalski Dağıstan Füqarası qəzetində Azərbaycanca şeirlər çap eləyirdi. Və qurultaya nümayəndə seçiləndə buna heç kəs təəccüblənmədi. Çünki ondan şöhrətli şair Dağıstanda yox idi. Həmin gün
söz verilir Süleyman Stalskiyə ki, Dağıstanın nümayəndəsi söz desin. Bu adi şair değildi. Ona Allah qəribə bir müdriklik vermişdi. O hiss edir ki, Türk dilli xalqların çoxlu nümayəndələri var. Ləzgi dilində çıxış eləsə bu adamlar başa düşməyəcək. Hamının kağızdan rəsmi çıxış elədiyi həmin Qurultaylar sarayında birdən-birə bir müdrik qoca bədahətən başlayır söz deməyə Azərbaycan dilində. Arxasınca da şeir deyir. O cür rəsmi tədbir keçən sarayın buzu bir anda əriyir və gürültülü alqışlar qopur. Deyirlər ki, Qurultaylar sarayı o cür alqışları çoxdan görməmişdi. Maksim Gorki özünü saxlaya bilmir və deyir ki, 20-ci əsrin Homeri çıxış elədi indicə bizim qarşımızda. Süleyman Stalski o ad yaraşdı, ömrünün axırınacan o adı daşıdı. Lakin Süleyman Stalski adlara uyan, şöhrət dalınca qaçan şair değildi. Yəni ona xalq şairi adını verirlər. Lenin ordeni ilə onu təltif edirlər, seçilmiş əsərlərini çap eləyirlər. Lakin o xalq şairi olmaqdan daha çox xalqın şairi idi. O xalqın həmişə tərəfini saxlayırdı. Xalqın ehtiyaclarını həmişə dilə gətirirdi. O xalqla rəhbərlik arasında bir körpü idi. İnsanlar ona öz dərdlərini asanlıqla deyə bilirdilər. İnsanlar ona ümid bəsləyirdilər, pənah gətirirdilər. Süleyman Stalski özünün minlərlə şeirini əzbərdən deyirdi. Bizim böyük lingvist alimimiz, folklorçumuz Hacıbəy Hacıbəyova dövlət tapşırmışdı ki, Süleyman Stalskinin şeirlərini qələmə alsın, köçürsün. Hacıbəy Hacıbəyovun xatirələri var. O deyir ki, biz otururduq, mən yazırdım. Və başqa bir şeirin üstünə qaydanda deyirdi, sən o misranı yaddan çıxartdın, təzədən deyirdi. Və məhdəl qalırdım onun fitri istedadına. İnsan o qədər öz şeirini yadında saxlaya bilərmi? 1900-cü ildən bu yana onun bədahətən dediyi bütün şeirləri qələmə aldılar. Süleyman Stalskinin o dövrün salnaməçisi adlandırmaq olar. Çünki dövrün elə bir hadisəsi olmayıb ki, onun yaradıcılığında öz əksini göstərməsin. Lakin Süleyman o qədər də xoşbəxt insan da değildi. 1937-ci ilin qara yerləri ondan da yan keçmədi. Çoxlu namuslu insanların, vicdanlı insanların şərlənərək tutulduğu dövrdə onu ləkələmək üçün çalışanlar oldu. Lakin Süleyman mərdcəsinə sinəsini qabağa verən adamlardan idi. O neçə adamdan ötürü o dövrün birinci şəxsi olan Nəcməddin Samurskinin qəbuluna getmişdi. Hacıbəy Hacıbəyov tutulanda o bizim ən böyük ləzgi ziyalısıdır. Qədər bizim xalqımızın mədəniyyəti, marifi üçün çalışmış insandır ki, o tutulanda Süleyman Stalski böyük sarsıntı keçirir. 10 il bundan əvvəl Hacıbəy Hacıbəyovun həyat yoldaşı o tutulandan sonra canını qurtarmaq üçün Bakıya gəlmiş və ömrünün axırınacan Bakıda yaşamış Züleyxa Sultanova ilə mən görüşmüşəm. Züleyxa xanım göz yaşları içində danışır ki, bir də gördü ki, Süleyman baba gəldi. Rəngi, ruhu qaçmışdı. Soruşdu ki, necə olub, haçan tutublar? Dedim ki, bəs gecə aparıblar. Və getdi Nəcməddin Samurskinin qəbuluna və gecə yarısı qayıtdı deyir. Süleyman həmin Süleyman değildi. Bir gecənin içində, bir günün içində qocalmışdı. Əlləri əsirdi, rəngi ruhu yox idi. Mənə dedi ki, mən onu başa sala bilmədim və getdi. 3 gündən sonra eşitdi ki, Süleyman Stalski dünyasını dəyişib. Bəzi Süleyman Stalskinin yaradıcılığına dərindən bələd olmayan insanlar onun böyüklüyünü, onun şairlik istedadını kişitməyə çalışırlar. Bu çox yanlış fikirdir. Süleyman Stalskini təsadüfi olaraq SSR xalqlarının ən görkəmli şəxslərindən biri kimi müntəxabatlara daxil etməyiblər. 1959-cu ildə Bakıda Azərbaycan ədəbiyyatı müntəxabatı nəşr olunub və həmin müntəxabat Süleyman Stalskinin həyat və yaradıcılığı ilə başlanır. SSR xalqları ədəbiyyatı fənni tədris olunurdu. Orada ən görkəmli şəxsiyyətlərdən biri Süleyman Stalski idi. Və biz gördük 1957-ci ildə Cəfər Cabbarlı adına studiyada Süleyman Stalski haqqında film çəkilib. O dövr üçün çox gözəl, çox səviyyəli film idi. Süleyman Stalski adına dövlət mükafatı var. Poeziya qaliblərinə hər il Dağıstanda təqdim olunur. Süleyman Stalskinin adına gəmidən tutmuş, təyyarədən tutmuş çoxlu adlar var. Lakin Süleyman Stalskinin ən gözəl yeri, ən əbədi yeri bizim ürəklərimizdir.
Allah ona rəhmət eləsin. Sağ olun. Стал Сулеймана. Поэзия дин qətən vilərikə rəxan patal. Çnagaf Guzva, Tuar Vadavay, Qələməhli, Müzəffər Melik Mamedovaz. Cavan Xeyrar Kuray, Stal Süleyman'a Kimel Atay, Köz Baraka, Sağraylı Uzqansı. Sədaqət xamdaq Aqsar Xanı ki Stal Süleyman'a yaratmışın ka, kinir ka, ada ömürdü ka. Adla qulub rəxası qut çetiyə. Zazqa Stal Süleyman'a ilk agahdı malumdur ki bəzi deli rikalı Uzqansı. Aburcu arxiv rəvala zalhal ta delilər ya. و زابر آذربایجان alqeyd ona ki Azərbaycan istixarəsinin cəhcə daval. Çünə Razival Qayda za aqeydər Azərbaycan çalal luhuda. Əziz dostlar, Süleyman Stalski elə bir dəryadır ki, onun yaradıcılığını nə qədər axtarsanız, yenə tükənməzdi. Süleyman Stalski elə yazıb ki, burada Çingiz müəllim dedi, minlərlə şeiri, düz deyir. Sədaqət xanım dedi, o elə bir dərya idi ki, onu həqiqətən də Süleyman Stalskini araşdırmaq üçün siz inanın ki, hələ də tədqiqatçılar onu tam araşdırıb qutara bilməyiblər. O təkcə Azərbaycanca ləzgə yazmaqla kifayətlənməyib. O, həm də ərəb dilini bilirdi, amma ərəbcə yazmırdı. Mən bəzi qaralamalara rast gəldim arxivdə, əlbəttə mən ərəbcə onu oxuya bilmədim, amma hiss elədim ki, burada nəsə doğrudan da ləzgi şeirinin ərəb dilində qəlləmə alınmış variantıdır. Görünür, tədqiqatçılar gələcəkdə buna maraqlanmalıdırlar və bunu tapmalıdırlar. Mən elə bilirəm ki, belə tədqiqatçılarımız var, Dağıstanda da, Azərbaycanda da olar və axtarılsa, araşdırılsa, Süleyman Stalskinin yaradıcılığının zənginliyi bir daha cəmaata bəlli olar. İndi icazənizlə mən bəzi faktları demək istəyirəm. Süleyman Stalskinin böyüklüyü onda idi ki, o ilk dəfə olaraq nəinki ləzgi poeziyasına, eyni zamanda bütün Dağıstan ədəbiyyatına xəlqilik gətirdi. Siyasi lirikanın və siyasi satiranın əsasını qoydu. Şair 20-ci əsrin əvvəllərində Dağıstana sözün əsl mənasında yeni poeziya bəxş etdi. Rəvan, yadda qalan, qəliz ərəb və fars tərkiblərindən uzaq, sadə, hamının başa düşdüyü, yoxsulların ürəyindən xəbər verən, onların müdafiəçisinə çevrilən poeziya. Yetim Emin ləzgilərə lirika necə sevdirdisə, Süleyman Stalski xalqa doğma dilini o cür sevdirdi. Xalqın danışdığı dildə yazdığına görə şeirləri dillər əzbəri oldu. Süleyman Stalski dilçi alim olmasa da dili onlardan yaxşı bilirdi. Ötən əsrin 30-cu illərində bəzi alimlərin və redaktorların etiraf etdikləri kimi, onlar dili Süleymandan öyrənirdilər. O, xalqın yadından çıxmış köhnə sözləri yenidən işə salır, dilin təmizliyi uğrunda mübarizə aparırdı. Tədqiqatçıların yazdıqlarına görə şair 2000-dən çox unudulmuş xalis ləzgi sözlərini xalqa çatdırıb. Böyük şairi xalqa sevdirən həm də onun müdrikliyi, cəsarətliliyi, sözü bütövlüyü, sabit qədəmliyi, dövrün hakimlərinin vədlərinə, xalqa zid ideologiya uymaması idi. O, əsl xalq şairi idi. Burada dahi Azərbaycan şairi Xəqani sözləri yada düşür. İstəmirəm adımı çağıralar Xəqani, mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani. Süleyman Stalski də yoxsullar şairi idi. Amma onu saray şairinə, partiya təbliğatçısına, sosializm ideyalarının tərənnümçüsünə çevirmək istəyirdilər. O, yalnız sosializmi təbliğ etməli, kommunistləri tənqid edən şeirlər yazmamalı, dini və dindarları hədəf almalı, məhəbbət mövzusundan uzaqlaşmalı idi. Şairin şeirlərini onun dilindən qələmə almış Əfəndi Kapiyevin dediyi kimi, şairi dövrün yəhərinə oturtmaq lazım idi. Kommunist ideologiyası ilə köklənən tərcüməçilər Süleymanın rus dilində tərcümə etdikləri şeirlərinə yad misralar salır, hətta onun fikirlərini təhrif etməkdən belə çəkinmirdilər. Şairin irəli, Sovet ailəsini sevərək şeirləri, vətən haqqında düşüncələr poeması və bəzi başqa əsərləri ləzgicə mətnlər təhrif olunaraq tərcümə edilib. Bütün bunlara baxmayaraq Süleyman Stalskini partiya şairi etmək mümkün olmurdu. O, quruluşun bəzi müsbət cəhətlərini qələmə almaqla yanaşı, onun çatışmazlıqlarını,
kommunist ideologiyasının xalqın mənafeyinə zidd tərəflərini də kəskin tənqid edirdi. Şair Bolşevik hakimiyyətinin meydana gətirdiyi yeni hakimləri hədəf alaraq yazmışdı. Qafar para verici qaluz, rişvət qaçuzrufun duluz, doğar üçün partiyinuluhuz, köhnə Mursalxan balıyız. Dedikləri xoş söz dolu, rüşvət alır qarınqulu, partiyalı dövlət qulu, Mursalxan tək kəsib yolu. 20-ci illərdə əhalidən ağır vergilərin alınması şairi bərk narahat edir. O, 1923-cü ilin noyabrında Kürə Dairəsi İcraiyyə Komitəsinin sədri Ali İskəndər Alqadarskinin yanına gələrək ona şikayət ərizəsi verir. Şeirlə yazdığı həmin ərizədə deyilirdi. Əvvəlluhun avay hal, qut nalı qutanvazal, gilaq ona quru mükal, zıqardan yağ Ali İskəndər. Əvvəl deyim dövlət nədən, 4 fut vergi alır məndən, bir küt oraq götürübsən, vur boynumu Ali İskəndər. Repressiyanın başladığı ağır illərdə hakimiyyəti quruluşu tənqid etməsi Süleyman Stalskini dövlət orqanları rəhbərlərinin gözündə xalq düşməni etmişdi. 30-cu illərdə Dağıstan Vilayət Partiya Komitəsinin mətbuat şöbəsinə rəhbərlik etmiş Ələkbərov öz xatirəsində yazmışdı. 1933-1934-cü illərdə rəhbər vəzifələrdə çalışan bəzi məmurlar Süleymanı dar ağacından asmağa hazır idilər. Onlar Süleyman savadsızdır, onun partiya haqqında düzgün anlayışı yoxdur deyirdilər. Onlar şairin qarşısında belə bir şərt qoymuşdular. Sənin əksər şeirlərin sosializm ideologiyasına xələl getirir. Sən bu şeirlərdən imtina etməlisən. Əks təqdirdə düşmən şair kimi cəzalanacaqsan. Süleyman bu şərtlə razılaşmır və onlara belə cavab verir. Siz mənim şeirlərimin çoxusunu yararsız hesab edib azını qəbul etmək istəyirsiniz. Bəlkə də razı olardım. Azını yararsız hesab edib çoxusunu qəbul etsəydiniz. Yaşca məndən kiçik, vəzifəcə böyük yoldaşlardan xahiş edirəm. Mən yenə sizə lazımamsa şeirlərimə dəyməyin. Əgər 1934-cü ildə milliyyətcə ləzgi olan Najmuddin Samurski Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi təyin edilməsəydi, Süleyman Stalski sürgün olunar, ona ağır cəza verilərdi. Qara qüvvələr nə qədər cəhd etsələr də Süleymanı həyat səhnəsindən silə bilmədilər. O yaşadı, sözünün qüdrəti ilə xalqını yaşatdı. İndi xalqı onu yaşadır, əbədi olaraq yaşadacaq da. Sağ olun. Эльвина Хейдаровади Чирикер Ктюларда, Халк Тимани, Рушарике Мурадова.
Kuşan rigi burada var Gidaldi nuhus teje Nuhus teje Nuhus teje Nuhus teje İndi gecəmizin ən maraqlı yeri başlanır. Süleyman poeziyasının aşiqləri 3 dildə onun şeirlərini səsləndirəcəklər. Поэзия дал Гзафник Гзаф Рикалай, Горхмаз Хазаровас Эверзова. Стал Сулейма, Кавказ. Иқуа эллер из накват, им выштин ягнагы Кавказ. Вахкалаз начуни барбат, авун вышкалахи Кавказ. Им мусибат ханейке, чур миртун начуйльке, харатайда звичиз кюльге, ацуqda чардахи Кавказ. Гах хузаргиз, гах начежер, гуш мирчас эхи тежер, харатайда вичиз ичер, атуз недай баги Кавказ. Шуму да вун қуғат хумар, шуму да зна гударумар, сар фаталя яхун ламар, пез недай булахи Кавказ. Ява папхиз, ара даллай, дайма вилчара даллай, им вуш ерги яхул даллай, акал тир махи Кавказ. Süleymana verevirder, luhun arya ihtibeyter, haratayda yağız miter, yad Xuday bulaqi Qafqaz. Çıxış edir Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin tələbəsi Elmira Fərəməzova, Süleyman Stalski. Qızlar. Siz vətənin bağçasında açdınız gül sayaq qızlar. Özünüz də çiçəksiniz, yaraşır al yanaq qızlar. Gözəllikdə tac özünüz, şəfəq saçır gül üzünüz. Açıq olsun şux gözünüz, elim deyil yasaq qızlar. Bir fərq görmürəm qətiyyən, qadın ilə kişidə mən. Çeviksiniz siz bülbüldən, quşlar kimi oynaq qızlar. Hər gözəldə bir məziyyət, üstə ağız, girdə sifət. Sözlərinə qatıb şərbət, bizim xurma dodaq qızlar. Ağır olur gözəl tamam, qoçağa bəslər ehtiram. Qəlbləri saf, sözləri tam, deyil dəcəl, şıltaq qızlar. Son sözümü edim bəyan, örnək olun siz hər zaman. Süleymanın xəyalından penkər düşməz İraq qızlar.